Salam əziz şagirdləri, hər birinizi xoş gördük. Bu video izahda biz kondensatorlar haqqında danışacağıq. Kondensatorun xassələri, kondensatorun elektrik tutumu nədir, bunları öyrənəcəyik. Vaxt itirmədən başlayaq. Ümid edirəm ki, bu video izah sizin üçün faydalı olacaq və mən çalışacağam ki, ən vacib məqamları sizə çatdırım. Deməli, kondensator nədir? Kondensator İki lövhədən ibarətdir, metal lövhələrdən ibarətdir və bu lövhələr paralel yerləşib. Deməli, kondensator iki paralel lövhədən ibarət olan bir qurğudur və elektrik yükünü və elektrik sahəsinin enerjisini toplaya bilən bir qurğudur. Daha qeyd edirəm, kondensator iki paralel lövhədən ibarət elektrik yükünü və elektrik sahəsinin enerjisini toplaya bilən qurğudur. Gəlin, indi bunun təsvirini verək. İki paralel lövhə çəkməliyik. Deməli, metal lövhələrdir bunlar. Deyək ki, bu bir lövhəmiz olsun. Baxın, bu şəkildə. Digər lövhəsi də, baxın, bu şəkildə olsun. İki paralel lövhə çəkdik. İki paralel lövhədən ibarətdir və kondensatorun qalınlığı çox kiçik olan dielektrik qatı ilə bir-birindən təcrid olunmuş lövhələrdir bu. Yəni, bunlar arasındakı bu D məsafəsi, baxın, bu məsafə çox kiçik olmalıdır və bu məsafə dielektrik qatı ilə örtülür. Deməli, kondensatorun lövhələrində dedik ki, yük toplanır. Və bu yüklər, deyək ki, bir lövhəsi əgər müsbət yüklə yüklənirsə, mütləq şəkildə digər lövhəsi mənfi yüklə yüklənməlidir. Bu birinci lövhənin sahəsi S, bu da ikinci lövhənin sahəsi S. Deməli, biz bilirik ki, elektrik sahəsi həmişə müsbətdən mənfiyə doğru yönəlir. Onda kondensatorun lövhələri arasında bir sahə yaranır və bu sahə müsbətdən mənfiyə doğru, baxın, bu şəkildə biz bunu qeyd edə bilərik. Bu deməli olur kondensatorun lövhələri arasındakı elektrik sahəsi. Başqa sözlə desək, bu xəttlər nəyə göstərir? Elektrik sahəsinin intensivliyini göstərir. Təbii ki, bu lövhələr necə yüklənib? Deməli, bu lövhələrdən birini biz qoşmuşuq deməli, müsbət qütbə, gərginlik mənbəyinin müsbət qütbünə, digərini qoşmuşuq gərginlik mənbəyinin mənfi qütbünə. Yəni, burada lövhələrdə bir potensial var. Yəni, birinci lövhənin potensialına biz Φ1 desək, ikinci lövhənin potensialı Φ2 olacaq. Təbii ki, potensial burada hər bir lövhənin potensialları müxtəlifdir. Niyə? Çünki biri müsbət yüklənib, biri mənfi yüklənib. Onda deməli, lövhələr arasında bir potensiallar fərqi var. Biz bu potensiallar fərqinə nə deyirik? Delta Φ bərabərdir Φ1 çıxılsın Φ2. Başqa sözlə desək, potensiallar fərqi gərginlikdir. Yəni, buradakı gərginlik elə Φ1 çıxılsın Φ2-yə bərabərdir. Kondensatorun lövhələri, baxın, bu kondensatorun önəmli xassələrindən biridir ki, kondensatorun lövhələri biri müsbət Q ilə yüklənibsə, digəri mütləq mənfi Q ilə yüklənməlidir. Yəni, birinin yükü müsbətdirsə, o biri mənfi olmalıdır. Amma ədədi qiymətləri eyni olmalıdır. İndi kondensatorun burada, məsələn, deyək ki, birinci lövhəsi müsbət 5 kulon yüklənib, digər lövhəsi mənfi 5 kulon olacaq. Yəni, bu həmişə bu şəkildə olur. İndi biz kondensatoru həmişə belə müstəvi paralel lövhələrdən ibarət, yəni bu sxemi çəkmirik. Təbii ki, bunun elektrik dövrəsində müəyyən bir şərti işarəsi var. Həmən şərti işarəsi, baxın, budur. Əslində, heç çəkdiyimizdən çox da fərqlənmir. Sadə bir şərti işarəsi var. İki dənə paralel lövhədir. Baxın, bu şəkildə.
İndi deyək ki, burada birincinin, məsələn, bu birinci lövhəsidir kondensatorun. Deməli, birinci lövhəsi müsbət Q, ikinci lövhəsi mənfi Q olacaq. Burada bizdə məsələlərdə iki anlayış soruşula bilər. Kondensatorun yükü deyəndə nə nəzərdə tutulur? Baxın, gəlin onu müəyyənləşdirək. Məsələn, deyir ki, kondensatorun bir lövhəsi müsbət 5 kulon yüklənmişdir. Digər lövhəsi artıq biz dedik. Digər lövhəsi nə olacaq? Mənfi 5 kulon olmalıdır. Bəs kondensatorun yükü deyəndə nə nəzərdə tutulur? Onda bir lövhəsinin yükü nəzərdə tutulur. Özdə ədədi qiymət, yəni müsbət qiymət nəzərdə tutulur. Kondensatorun onda yükü deyəndə, burada kondensatorun yükü bərabərdir sadəcə 5 kulon. Amma məsələn desək ki, kondensatordur, belə bir kondensatoru verəcək bizə və deyəcək ki, bir lövhəsi mənfi 2 kulon yüklənib, digər lövhəsi nə qədər yüklənib, onda artıq biz biləcəyik ki, digəri müsbət 2 kulon olacaq. Kondensatorun yükü nə qədərdir? Təbii ki, 2 kulon olmalıdır. Deməli, bu kondensatorun mühüm xassələrindən biridir. Digər tərəfdən kondensatorun elektrik yükü toplama xassəsi var dedik və elektrik yükünü toplama xassəsinə elektrik tutumu deyilir. Elektrik tutumu deyiləndə elektrik tutumu, deməli yazaq buradan, elektrik tutumu. Elektrik tutumu S hərfi ilə işarə olunur və S bərabərdir Q bölünsün F1 çıxılsın F2-dir. Yəni, kondensatorun yükünü bölürük kondensatorun lövhələri arasındakı potensiallar fərqinə. Digər tərəfdən biz dedik ki, F1 çıxılsın F2 bizə gərginliyi verir. Yəni, lövhələr arasında bir gərginlik var. Onda biz kondensatorun tutumunu Q bölünsün U şəklində də yaza bilərik. Kondensatorun tutumu burada, gəlin baxın, əvvəlki şəklə qaydaq. Burada məsələn deyək ki, lövhələr arasında F1 çıxılsın F2 potensialı yaranıb, yəni U. Biz burada gərginliyi artırdığımız zaman, təbii ki, kondensatorda toplanan yükün miqdarı da, yəni Q də artacaq. Ona görə kondensatorda toplanan yükün miqdarı artdı, nəyin hesabına? Burada gərginlik artdığına görə və yaxud da tərsinə desək, əgər gərginliyi azaltsaq, onda burada yükün miqdarı da azalacaq və beləliklə kəsirin sürət və məxrəci artdığından eyni anda eyni qədər artarsa və yaxud da azalarsa, onda buradakı S sabit qalacaq, dəyişməyəcək. Deməli, burada düsturda biz S bərabərdir Q bölünsün U aldıq, amma buradakı S, yəni elektrik tutumu, ya Q-dən, ya da U-dan asılı olmayacaq. İndi irəliləyən dəqiqələrdə biz biləcəyik buradakı elektrik tutumu, yəni S nələrdən asılıdır. Yəni, burada Q-dən, U-dan asılı deyil, sabitdir. Elektrik tutumunun vahidinə baxsaq, elektrik tutumunun vahidi S bərabərdir dedik ki, vahidini yazsaq, Q-nun vahidini biz bölməliyik gərginliyin, yəni potensiallar fərqinin vahidini. O da bərabərdir 1, yükün vahidi kulon, gərginliyin vahidi isə voltdur. Onda olacaq kulon bölünsün volt. Biz bunu əsas vahidlərlə də yaza bilərik. Q-nun əsas vahidlərlə ifadəsi amper vurulsun saniyədir. Gərginliyin əsas vahidlərlə ifadəsi, baxın, ən aşağıda gərginliyin düsturu nə idi? Gərginlik U bərabərdir A bölünsün Q-dən, biz bunu tapa bilərik. Joule bölünsün kulon. Deməli, o da olacaq, deməli, gərginliyin vahidini yazaq aşağıdan. 1 joule bölünsün kulon
Joulu əsas vahidlərlə biz ifadə edə bilirik. Kiloqram vurulsun metrin kvadratı bölünsün saniyənin kvadratı. Təbii ki, kulonun da əsas vahidlərlə ifadəsi dedik ki, amper vurulsun saniyədir. Onda burada olacaq saniyənin kubu. Gətirib burada yerinə yazsaq, onda aşağıda olacaq kiloqram vurulsun metrin kvadratı bölünsün saniyənin kubu. Onda saniyənin kubu qalxacaq yuxarı. Burada olacaq saniyə üstü 4 və amper də qalxacaq yuxarı. Olacaq amper kvadratı. Bu da olur elektrik tutumunun BSD vahidi. Və buna da biz deyirik 1 farad. Baxın, elektrik tutumunun vahidi faraddır. Və elektrik tutumu qeyd eləyək ki, skalyar fiziki cəmiyyətdir. Yəni, yalnız ədədi qiyməti ilə xarakterizə olunur. Və buradakı farad əslində çox böyük qiymətə malikdir. Ona görə də faradı biz burada praktikada əsasən misillərindən istifadə edirik. Məsələn, 1 mikrofarad məsələlərdə görəcəksiniz. 1 mikrofaradımız 10 üstü -6 farada bərabərdir. Və yaxud da 1 nanofarad görəcəksiniz. 1 nanofarad 10 üstü -9 farada bərabərdir. 1 pikofarad 10 üstü -12 farada bərabərdir. Artıq elektrik tutumu haqqında qısa da olsa fikir yarandı. S bərabərdir. Düsturun bir də yazaq buradan. S bərabərdir. Q bölünsün U-dur. Və burada elektrik tutumu, yəni S ya Q-dən ya da U-dan asılı olmadı. Amma U-nu tapsaq, yəni gərginlik bərabərdir. Q bölünsün S-dir. Amma burada gərginlik bəs Q-dən necə asılıdır? Gəlin baxaq. Gərginlik özü Q-dən düz mütənasib asılıdır. Təbii ki, burada S konstantdır, dəyişmir. Konstantdır. Q-nu tapsaq isə Q bərabərdir. S vurulsun U-dur. Yenə S elektrik tutumu sabitdirsə, onda Q U-dan düz mütənasib asılıdır. Yaxşı, burada biz dedik ki, S bərabərdir. Q bölünsün U və S burada ya Q-dən ya U-dan asılı deyil. Bəs elektrik tutumu nələrdən asılıdır? Yəni, bir kondensatorun elektrik tutumunu artırmaq və yaxud da elektrik tutumunu azaltmaq, başqa sözlə desək, elektrik tutumunu artırmaq o deməkdir ki, onda toplanan yükün miqdarını artırmaq istəyirik. Və yaxud da onda toplanan elektrik sahəsinin enerjisini artırmaq istəyirik. Onda nə etməliyik? Deməli, kondensatorun lövhələri arasında, baxın, bayaq dedik, deməli, kondensatorun sxemi bu şəkildə oldu. 2 dənə paralel lövhədən ibarətdir. Bu lövhələrdir. Və bu lövhələr arasında olan məsafə D-dir. D ilə işarə elədik. Və dedik ki, kondensatorun lövhələri arasında, bax bu lövhələr arasında bir dielektrik qatı var. Və dielektrik qatı varsa, dielektrik nüfuzluğu onda bunun arasında epsilondur. Kondensatorun lövhələrinin sahəsi S-ə bərabərdir. Və kondensatorun tutumu məhz bu kəmiyyətlərdən asılıdır. Yəni, kondensatorun tutumunun düsturu S bərabərdir. Epsilon 0, S bölünsün D-dir. Buradakı epsilon dedik ki, nədir? Dielektrik nüfuzluğu. Dielektrik nüfuzluğu. S burada bir lövhənin sahəsidir. Məsələn, burada lövhələrin sahəsi deyəndə ancaq bir dənə lövhənin sahəsini götürürük. Deməli, S bir lövhənin sahəsi. Lövhənin sahəsidir. D də bu lövhələr arasındakı
məsafə. Buradan görürük ki, biz elektrik tutumu lövhələr arasındakı məsafədən düz mütənasib asılıdır. Qrafiklərimizi onda biz aşağıdan çəkə bilərik. Deməli, elektrik tutumu S lövhələr arasındakı məsafədən başqa nədən asılıdır? Baxın, lövhələr arası məsafə S. Daha sonra dielektrik nüfuzluğu epsilon bunlardan düz mütənasib asılıdır. Deməli, lövhələrin sahəsindən düz, lövhələr arasındakı dielektrik nüfuzluğundan düz, amma lövhələr arasındakı məsafədən, yəni D-dən tərs mütənasib asılı olacaq. S-nin D-dən asılılığı tərs mütənasibdir. İndi məsələlərdə bizə deyəcək ki, kondensatorun elektrik tutumunu artırmaq üçün nə etməliyik? Təbii ki, elektrik tutumunu artırmaq üçün düstura baxırıq. S bərabərdir. Epsilon 0, S bölünsün D-dir. Düstura nəzər salsaq, əgər biz lövhələrdən birinin sahəsini artırsaq, deməli, elektrik tutumunu artıra bilərik. Və yaxud da buradakı dielektrik nüfuzluğunu artırsaq, deməli, onda biz elektrik tutumunu artıra bilərik. Və yaxud da lövhələr arasındakı məsafəni azaltsaq, deməli, elektrik tutumunu artıra bilərik. Başqa sözlə, necə azalda bilərik? Əgər lövhələrin sahəsini azaltsaq, deməli, elektrik tutumunu azaldacağıq. Və yaxud da dielektrik nüfuzluğunu azaltsaq, elektrik tutumunu azaltmış olacağıq. Amma lövhələr arasındakı məsafəni artırsaq, deməli, elektrik tutumunu azaltmış olacağıq. Və burada dedik ki, dielektrik nüfuzluğunu azaltmaq. Baxın, dielektrik nüfuzluğunu azaltmaq deyəndə nə nəzərdə tutulur? Məsələn, deyək ki, lövhələr arasındakı, bax, bu lövhələr arasında bir dielektrik var. Məsələn, dielektrik deyək ki, hər hansı bir maddədir, dielektrik var və dielektrik nüfuzluğu 7-dir. Və biz bu dielektriki buradan götürsək, yəni buradakı bu dielektrik maddəni götürüb yerini hava ilə əvəz eləsək, havanın dielektrik nüfuzluğu, bax, buradan yazıram, hava üçün, dielektrik nüfuzluğu 1-ə bərabərdir. Deməli, onda əvvəlcə burada məxrəcdə dielektrik nüfuzluğunun yerində 7 idi. İndi biz dielektrik nüfuzluğu 7-dir maddənin. Dielektriki çıxartdıq lövhələr arasından. Dielektriki çıxardandan sonra, deməli, dielektrik nüfuzluğu neçə olacaq? 1 olacaq. Deməli, onda biz buradakı sürəti neynədik? 7-dən 1-ə gəldi, azaltdıq. Deməli, onda kondensatorun tutumunu azaltmış oluruq. Və lövhələr arasındakı dielektriki çıxartdıqda azaldırıq. Deməli, onda kondensatorun elektrik tutumunu. Əksinə, lövhələr arasına dielektrik daxil elədikdə, məsələn, deyək ki, əvvəlcə lövhələr arasında burada havadır və havanın da dielektrik nüfuzluğu 1-dir. Və lövhələr arasına dielektrik nüfuzluğu 7 olan bir dielektrik daxil elədik. Onda təbii ki, biz burada elektrik tutumunu artırmış olacaq. Deməli, hava üçün dielektrik tutumu, dielektrik nüfuzluğu daha doğrusu 1-ə bərabərdir. Onda əgər lövhələr arasında, yəni paralel lövhələr arasında, yəni kondensatorun lövhələr arasında burada hava olarsa, baxın, burada havadırsa, dielektrik nüfuzluğu 1-dir. Onda elektrik tutumu olacaq epsilon 0, S bölünsün D. Buna isə biz deyirik müstəvi hava kondensatoru. Baxın, bu hava kondensatorudur. Yəni, biz burada fərqli bir şey etmədik əslində. Yəni, əslində S-nin düsturu epsilon 0, S bölünsün D idi. Burada biz epsilonun yerinə 1 yazdıq,
oldu hava kondensatoru və hava kondensatorunu da S0-dan işarə eləsək, onda hava kondensatoru əgər bunun daxilində dielektrik olarsa, həmən kondensatorun elektrik tutumundan neçə dəfə fərqlənir? Təbii ki, dielektrik nüfuzluğu dəfə fərqlənir. Onda biz həmən S-ni, baxın, bu şəkildə epsilon S0 kimi yaza bilərik. Yəni, burada dielektrik nüfuzluğu kondensatorun tutumunu artıracaq. Yəni, dielektrik nüfuzluğu ümumiyyətlə elə bir kəmiyyətdir ki, bütün kəmiyyətlərin qiymətini azaldır. Bir dənə istisna elektrik tutumundan başqa. Elektrik tutumunun qiymətini isə artırır. Tutumu artırır, yəni. İndi biz dedik ki, burada bu danışdığımız kondensator sabit tutumlu kondensatordur. Ola bilər ki, məsələlərdə siz rast gələrsiniz. Baxın, 2 paralel lövhədən ibarət kondensator verəcək və baxın, bunun üzərində belə bir ox işarəsi qoyacaq. Bu isə dəyişən tutumlu kondensatordur. Dəyişən tutumlu kondensator. Belə, əziz şagirdlər, kondensator haqqında çalışdım ki, ən vacib məqamları sizə çatdırım. Ümid edirəm ki, sizin üçün faydalı olacaq. Növbəti dərsimizdə bunun davamı olacaq. Mütləq izləməyi unutmayın. Sağ olun, sağlıqla qalın.